Sxema əsasən X, Y, Z, bir də K-nı müəyyən edir. Bitkilərdə uzaq hibridləşmə. Deməli, bitkilərdə uzaq hibridləşmə burada bəli verib, təsdiqləyibdir, burada xeyir verib. Xeyir veribsə, bu deməli heyvanlarda və digərlərində ola bilər. Sitsin verib burada alim olaraq, deməli, burada bəli verib, burada xeyir verib. Sitsin etdik, nə olub? Yəni, belə deyək ki, hibridləşmədə nəyi alıbdır? Bilirik ki, çox illik buğdanı alıbdır. Çox illik buğdanı alıbdır. Xeyr dediyi Y-də hamısı ola bilər. Yəni, onu almadığı nə olur olsun. Lucis Butarin dedi ki, heyvan seleksiyasında, məsəl üçün, burada veribdir, nə alıbdır? Bu heyvan ola bilər və digərlər ola bilər. Xeyir yazdığı üçün tapmışdıq. Lucis Butarin tərəfindən alınan arxar merinosu idi. Deməli, Z nədir? Bəli yazdığı arxar merinosu almışdı. Xeyr dedikdə digər heyvanlar ola bilər. Ona görə biz verilənlərdən və verilməyənlərdən tapa bilərik biz bunu. Demək, X-i tapdıq, çox illik buğdadır, bu düzdür. Çox illik buğda X olacaq, düzdür. 2 yerdə var. Sonra Z-i tapdıq. Z nə idi? Arxar merinos. Z arxar merinos. Və salam. Buradan qaytaq yazdığı üçün olmaz bu. Deməli, Y tapmayıb qış beresini, düzdür. Bir də ki, K ropşa karp balığını, bəli, o yetişdirməyibdir. Ona görə də düzgün cavab çox illik buğda qış beresi, arxar merinos, ropşa karp balığı olacaqdır.